Sürücü işləri var yoldaşlar. İlk öncə 1000 manat, 1100 manat aralığında olan bir sürücü işindən bəhs etmək istəyirəm. Bu arada fürsətdən istifadə edeyim, qeyd edeyim ki, rayonda da sürücü işi var, sürücü ekspeditor işi. Həmin o sürücü ekspeditor işində 2500 manat qazana bilərsiniz, hətta daha yüksək qazana bilirsiniz, hətta daha sonra dillərə də çevrilə bilirsiniz. Belə bir sürücü ekspeditor işi də var. Bundan əvvəl keçək az öncə dediyim adi sürücü işlərinə, yəni Bakı üzrə olan, belə deyək, sürücü işlərinə. Misal üçün, sürücü işi Arne qrupda var, 1000-1100 manat qazana bilərsiniz. B kateqoriyanız varsa, rəhbər şəxslərin sürücülük vəzifəsində minimum 3 illik iş təcrübəniz varsa müraciət edə bilərsiniz. Yəni, bu belə bir özəlliyi varsa, bu deməkdir ki, bu işə misal üçün, şəxsi sürücü olaraq təcrübəsi olanların müraciət etməyi daha məqsədə uyğun olar. Yəni, rəhbər şəxslə əri sürübdürsə, həmin şəxslər müraciət edə bilər. Yoxsa belə adi sürücülük təcrübəsi olanların müraciət etməsi buna məqsədə uyğun deyil, doğru deyil. Sonra sürücü işi Puls Mediada var. Misal üçün, onun əmək haqqısı 700 manatdır. Bu arada bildirim ki, öncədən avtokar sürücüsü işi də var. 55 yaşa qədər də götürə bilirlər. Adi sürücü işlərindən biri də Ser Company-dədir. Deməli, bu BS tələb edir. 700 manatdır. İri qavərtli yük avtomobillərini idarə etmə bacarığı və təcrübəniz olmalıdır. Satış şirkətində ən az 3 illik iş təcrübəniz olmalıdır. O, belə bir özəlliyi var idi bu Ser Company-də ki, sizin 3 illik iş təcrübəniz olmalıdır satış şirkətində. Baxmayaraq ki, sürücüsünüz. Sürücü işi Foton şirkətində var. Burada düzdür, əmək haqqısını qeyd etməyiblər, yaş həddini qeyd etməyiblər, amma bu digər şirkətlərə nisbətən adətən yüksək əmək haqqı təklif edən şirkətlərdən biridir. Sonra sürücü işi Fotondan dedim. Sonra sürücü işi bir də belə bir variantı var yoldaşlar. Lumegrantda var, 600-700 manatlıq sürücü işidir. 30-40 yaşlı şəxslər üçündür. Ən azı B kateqoriyanız olmalıdır. Bu 600 verir ilk 3 ay, sonra 700 manat verir. Daha sonra isə bonuslar da verə bilir. Belə deyim. Yəni, ilk 3 ay 600 manatdan işləyirsiniz və üstəgəl bonus. Daha sonra isə 700 manat üstəgəl bonusdan işləyirsiniz. Bir də mən sizə dedim ki, avtokar sürücüsü işləri var yoldaşlar. Onlardan da bəhs etmək istəyirəm qısa olaraq. Onlar 2 ədəddir yoldaşlar. Bir dəqiqə. Avtokar sürücüsü işləri 2 ədəddir. Bir dəqiqə. Onlardan biri 25-55 yaşlı şəxslər üçündür. 700 manat verir. Həmin sahə üzrə iş təcrübəniz olmalıdır. Saray postu yaxınlığındadır. Bu bir variantıdır. Sonra avtokar, elektrokar sürücüsü işi başqa şirkətdə də var. Sirab satış və dağıtım şirkətində. Bu isə 20-45 yaşlı şəxslər üçündür. Minimum 1 illik iş təcrübəniz olmalıdır bu sahədə. Bu işlərə müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə qeyd edim ki, fürsətdən istifadə edin. Bunlar son 48 saatın yeni şeylərdir. Yəni, növbəti günlərdə və yaxud da 1 saatdan sonra hansı gözəl sürücü iş olacaq, naməlumdur. Ona görə də, yəni, bunları eşidib də sadəcə bunlardan ibarət olduğunu düşünmüyor. Ümumiyyətlə, mütəmadi olaraq sürücü işləri kanalda paylaşılır. Oranı belə deyim, izləyə bilərsiniz ki, mütəmadi olaraq xəbəriniz olsun. Bu işlərdə müraciət etməkdə çətinlik çəkirsinizsə, digər sürücü işlərindən də tanış olmaq istəyirsinizsə, indi mən sizə son 48 saatın məlumatını ötürdüm də, amma 72 saatın digər günlərində sürücü işləri var axı. Və yaxud da növbəti günlərin sürücü işlərindən də tanış olmaq istəyirsinizsə, növbəti günlərdə ola biləcək. Əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Doğru ləzəvatla kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.